komponentdə Neftçini üstələdi Qarabağ və tam normal idi. Bu 3-1-dən sonra bir psixoloji qırılma, daha sonra 4-5-1-də artıq yəni pərən-pərən olmayı götürmə, sonra da Adday bəlli idi ki, Adday oradan sola çəkəcək. Yəni Igor Ribeiro müvazinətini də itirdi və tam məntiqə uyğun, oyun baxımından məntiqə uyğun bir nəticə oldu. Bəli, mən də onu qeyd edəcəyəm ki, elə oyuna görə bir hesab oldu. Əslində, bayaq dediyim kimi, mən bəlkə də Neftçinin üçlü mərkəz müdafiəsi ilə oyuna çıxacağı ehtimalını düşünürdüm. Çünki mövcud imkanlar deyilən bir şey var, sənin Skamyan var, sənin futbolçularının bacarıq məsələsi var. Amma görünür ki, Vernidub məhz belə bir seçim etdi. Amma növbəti oyunda necə olacaq, bunu da yaşayıb görəcəyik. Yeri gəlmişkən, elə aralarındakı oyundan danışmışkən, 11-ci turda Qarabağ 2-0 hesabı ilə qalib gəlmişdi. 20-ci tur təxirə salındı və 30 aprel tarixində həmin təxirə salınan oyun keçiriləcək. Neftçi isə sonuncu dəfə 2021-ci ildə mayda Qarabağa qalib gəlib, çempion olduğu il. Bəli, çempion olduğu ildə yeri gəlmişkən, onu da qeyd eləmək lazımdır. Çempionluq oyunudur, orada 1-0 qalib gəlib, çempion. Kubokda daxil olmaqla Neftçi 20 oyunlu ki, Qarabağ qalib gələ bilmir. Bu çox ciddi bir statistikadır. Bu zaman kəsində Neftçinin ən yaxşı nəticəsi ilə Qarabağla nəticəsi isə heç-heçə olub. O da 2023-cü ilin fevralına təsadüf edir. Həmin heç-heçə olan oyunda da Neftçinin start heyətində və bu oyunun start heyətinə baxırsan, Emin Mahmudov var, yalnız o heyətdən bura. Üstündən 3 il keçib. Qarabağa baxırsan... 5 nəfər rahat var. Qarabağda Bədavi Hüseynov, Medina, Toral Bayramov, Leandro Andrade və Musa Qurbanlı. Yəni, əslində, bu çox ciddi bir siqnaldır. Davamlılığın önəmi. Davamlılıq, iddia, komanda formalaşması məsələsində çox ciddi bir amildir. Çünki komanda oyununda uyğunlaşma, adaptasiya məsələsi var. Bugün Qarabağ futbolçuları bir baxışdan artıq və yaxud da ki, bir oyunçu əzbəri, bir əzələ əzbərə formalaşıb. Hətta fikir verirsən, Qarabağın heyətindəki oyunçulardan milli komandaya gələndə bir-iki oyunlarda belə bir an yaranırdı. Boş zonaya topu göndər, biz baxırıq ki, orada heç kim yoxdur. Amma sonradan araşdıranda görürsən ki, bu futbolçu Qarabağda o zonaya topu atmaqla hansı oyunçunun oraya gedəcəyini artıq bilir. O oyun vərdişi deyil. O oyun vərdişidir, bəli. Bütün bu məqamlar var, amma təəssüflər olsun ki, bütün bu məsələlərdə Neftçi Qarabağdan xeyli geri qalır. Statistikada kifayət qədər sos siqnalını verən statistikadır ki, 20 oyundur Neftçi Qarabağ qalib gələ bilmir.